Hər şeydən öncə onu qeyd edim ki, dinimizdə qəbir daşı anlayışı yoxdur. Yəni qəbrin üstünə hansısa bir dəmirdən, daşdan və yaxud da başqa bir əşyadan nişangah qoyula bilər ki, qəbir itməsin və tanınsın ki, ziyarət edənlər gedib o qəbri axtarıb tapanda tapa bilsinlər. Amma bu çox sonralar yaranıb ki, məzarların üstündə müxtəlif günbəzlər tikiblər, müxtəlif böyük daşlar qoyublar və təəssüflər olsun ki, son dövrümüzdə bizim ölkəmizdə də bu artıq bir ənənəvi xarakter alıbdır. Yəni qəbirlərin üstündə böyük daşlar qoyulurlar, qara mərmərlər, bahalı mərmərlər, digər talvar tikirlər, mərək tikirlər, nə bilim üstündə müxtəlif çarboz düzəldirlər. Qəribə işlər, hətta çəkiliş kamera qoyanlar da var, müxtəlif kodlar bu müasir üsullara görə. Yəni bunların hamısı yanlışdır və düzgün deyil, dinimizin əleyhinədir bunlar. Birinci, dinimizdə bu cür təmtəraqlı daşlar qoymaq haramdır. Yəni bu bütpərəstliyin əlamətlərindən biridir. İkinci bir tərəfdən bu israfdır, qəbirstanlığın torpağını israfdır və digər tərəfdən də insanın özü üçün israfdır ki, bu pulu həmin daşlara, qayalara verib aparıb ölülərin üstünə yığıblar. Bu qətiyyən yol verilməz bir məsələdir. Milyonlar yatır bu dəqiqə bizim qəbirstanlıqlarımızda. Sanki məzarlıqlarda bir böyük şəhər, qəsəbə salır insanlar. Bu hara gedir? Getdikcə də təmtəraqlaşır, daha da dəbdəbəli, daha da bahalı mərmərlər, daşlar alıb qoyurlar oraya. Yəni imkanlı adamlar daha da qiymətli daşlara, sanki bir yarış gedir, sanki bir mübarizə gedir orada ki, kim kimdən daha bahalı, daha böyük mərmər qoyacaq, kim daha yekə daş qoyacaq, rəngli, cürbəcür şəkillərlə filanlar, bunun qarşısı alınmalıdır. Görünən odur ki, xaosdur. Yəni bu məzarlıqlarda bir nəzarət deyilən bir şey yoxdur. Varlı, imkanlı, vəzifəli şəxslər orada böyük yerləri, əsas mərkəzi yerləri tutublar. Deməli, bu yerin altında da insanlar rahat yatmağa qoymur. Kasıb, imkansız adamlar da gedib bir kənarda, bir gölməçəli bir yerdə tutaq gölüsünə bir zülümlə yer tapır ya yox. Sonra da bu məsələ meydana çıxanda da deyirlər ki, mərtəbəli qəbir düzəltmək lazımdır. Bu cür, niyə axı bu bəzi əlində fürsətçil adamlar gedib orada hektarlarla yeri zəbt eləməlidir? Kasıb, imkansız adam da sonra mərtəbəli qəbirdə dəfn olmalıdır və yaxud da ona yandırmağa təklif eləməlidirlər. Yəni, bax, bu sosial ədaləti pozur, nizamı pozur, bu ümumiyyətlə xalqımızın ənənələrinə də ziddir, dinimizə də ziddir, bu doğru məsələ deyil. Əsl daşdan söhbət getmir əslində, indi də bu daş təbə düşübdür. Yəni, dində daş deyilən bir şey yoxdur. Nişancaq ağacdan da ola bilər, dəmirdən də ola bilər. Məsələn, xristiyanlarda bir çoxunda elə bizim qəbirstanlıqlarımızda da var. Dəmirdən bir xaç bastırıblar ora. Yəni, bu dəmirdən də ola bilər, daşdan da ola bilər, hər hansı bir əşyadan ola bilər. Mərhumun məzarının üstünə qoyulmalıdır ki, bu tanınsın. Peyğəmbərin vəsiyyətində, nəsiyyətində, hədislərində də bu cürdür ki, mənim məzarımın üstünü dörd barmaqdan artıq qaldırmayın, dəbdəbəli hala salmayın, məscidə ibadətgahə çevirməyin. Amma nə yazıq ki, sonradan bu şeylər ənənə şəklini aldı. Bunun bir mənalı şəkildə qarşısını almaq lazımdır. Mən hesab verirəm ki, standart daşlar olmalıdır. Standart. Bir çox müsəlman ölkələrində də belədir. Ümumiyyətlə, elə demək olar ki, hamısında. Ən dəhşətlisi bizim ölkəmizdədir. Bunun qarşısını da almaqdan ötürü ciddi bir qərar qəbul edilməlidir. Düzdür, Nazirlər Kabinetinin belə bir qərarı var, ancaq o göstəriş xarakterli, yəni əmr xarakterli deyil. Ona görə bir standart forma nəzərdə tutulmalıdır və bu da hər yerdə tətbiq olunmalıdır ki, varlı da, kasıb da, imkanlı da, imkansız da hər kəs həmin daşlardan və yaxud dəmirdən nədənsə də, indi o nişancaq nədən olacaqsa, bundan istifadə eləsin və salam. Yəni, bu cür olmalıdır. Dinimizin də tələbi budur. Elə bu bizim milli adət-ənənələrimizdə də belə olubdur. İndi köhnə qəbirstanlıqlarda baxa bilərlər. Bizim babalarımızın məzar daşları necə olubdur? Hamısı eyni standart qaydada oyma daşlardan olub qoyulub ora. Yəni, bu bir tarixi yaşatmaq üçün eyni zamanda bu məzar daşları tanınmış, məşhur dahi şəxslərə bu olmalıdır. Bunu bir növ vacib hesab etmək olar indiki dövrün tələblərinə uyğun olaraq. Amma daha yoxsa bütün vətəndaşlar ucundan tutma şəkildə hamısı qəbirstanlıqda hərəsi bir qədər yeri də zəbt edib böyük qayaları ora yığmaq, bu böyük bir israfdır, məsrəfçilikdir, haramdır, günahdır bu. Onun əvəzinə kasıb adama, imkansız adama, bir yetimə, miskinə kömək eləmək, yardım eləmək, öz kəndin, elin, qəsəbən üçün yararlı bir iş görmək olar. Bulaq çəkib körpü salmaq olar. Yoxsa boyda daşı aparıb qəbirstanlığa yığmağın nə mənası var? Bax, bunları mən hesab edirəm, çox ciddi şəkildə bu xaosun qarşısı alınmalıdır bu qəbirstanlıqlarda.